Kür tektonik çökmə zonasında yerləşən Kür çirkli vilayətinə baxırıq. Deməli, bura aiddir. Qanıxəyri fiziki coğrafi rayonu, Qanıxəyri, daha sonra Ceyrançöl Acınohor fiziki coğrafi rayonu, Gəncə Qazax deməli fiziki coğrafi rayonu, daha doğrusu Qazax Qarabağ. Sonra aşağı Araz boyu, Kür Araz və Küdrü Şirvan fiziki coğrafi rayonları aiddir. Hamısı da Kür çökməsinin ərazisidir bunlar. İndi baxırıq, deməli Küdrü Şirvanla başlayaq. Küdrü Şirvan haqqında sizə ən vacib məlumat odur ki, bu Şirvan çayları var idi. Girdiman çay, Ağsu çay, Türyan çay, Əlican çay. O çayların deməli gətirmə konusu, yəni dağdan düzənliyə keçdiyi yer Küdrü Şirvandır. Yəni bura əsas gətirmə konusu olaraq yadda saxlayın. Küdrü Şirvanda çoxlu gətirmə konusuları var və bu Şirvan düzü var daxil burada. Şirvan düzünün şimal hissəsini əhatə eləyir. Şirvan çaylarının gətirmə konusu dedik burada geniş yayılıb. Torpağı nədir? Təbii ki, yarımsəhra quru çölün torpağıdır da, boz çəmən, açıq şabaldır. Bu torpaqlarda suvarma şəraitində quru subtropik meyvəçilik inkişaf etdirilir. Bax, quru subtropik meyvəçilik yarımsəhra quruçu olan yerlərdə olur. Əsas quru subtropik meyvəçilikdir suvarma şəraitində. Sonra Kaynozoyun 4-cü dövr suxurları var burada. İqlimi yarımsəhra və quru çöldür. Yuxarı Şirvan kanalı keçir buradan. Azərbaycanda ən çox ərazi suvaran kanal Yuxarı Şirvan idi. Ən uzun kanal Samur-Abşeron idi. İki su qovşağını birləşdirən isə Yuxarı Qarabağ idi. Və illik su sərfi də çox olan Yuxarı Qarabağdır. İndi buradan keçən isə təbii ki, Şirvan düzündən də keçər. Elə Yuxarı Qarabağ kanalı. Və bilirəm ki, Yuxarı Qarabağ kanalı Mingəçevir su anbarından başlayır. Sonra deməli dedik ki, hündürlük dəniz səviyyəsindən deməli aşağıdan mənfidən başlayır. Buraları mənfidir. Mənfidən başlayır. Deməli 0 metrə qədər, bəzi yerlərdə isə 200 metrə qədərdir. Sonra keçirəm Kür Araz fiziki coğrafi rayonuna. Kür çökəkliyinin mərkəzi hissəsini əhatə eləyir, həm də ən böyük deməli fiziki coğrafi rayonudur. Cənubdan İranla, şərqdən Xəzərlə sərhədi var. Qərbdən şərqə doğru görsən ərazisi genişlənib. Genişlənib və hündürlükdə aşağı doğru düşür və okean səviyyəsindən aşağıda yerləşir. Sonra iqlimi nədir? Təbii ki, yarımsəhra quruçu, özdə qışı mülayim keçəndir. Torpağı nə olar? Çay ətrafı boz çəmən olar. Ondan qalan yerlərdə boz qonur. Qismən də açıq şabaldıdır. Suvarma lazımdır mütləq. Yəni irriqasiya lazımdır. Burada dəmiyə olmaz. Pambıqçılıq, quru subtropik meyvəçilikdir, bitkiçilikdir, bostan bitkiləridir. Əkilir. Məsələn, qarpızdır, Sabirabadda, yemişdir. Bunlarla bostan bitkiləri yadda saxlaya bilərsiniz. Sonra deməli şoranlaşmaya məruz qalıb. Çünki buradan suvarma kanalları keçdiyinə görə və ərazisi suvaraldığına görə deməli məsələn Əzbəyev kanalı bu Bəhramtəpədən başlayan Əzbəyev kanalıdır. Sonra Muğan kanalıdır. Deməli bunlar suvarmada istifadə olunur və torpağın şoranlaşmasına səbəb olur. Daha ona görə də burada kollektor drenaj şəbəkəsi çəkilib. Daha sonra qurun sularının səviyyəsini aşağı salmaq üçün bunu ediblər. Həmçinin şor torpaqları duzdan təmizləmək lazımdır. Bunun üçün deməli qurun suyu səviyyəsini aşağı salmaq üçün nə yaradılıb? Kollektor drenaj şəbəkəsi yaradılıb. Və Kür Araz təbii ki, akkumulyativ düzənlikdir. Həm də alluvial, yəni çay töküntülərindən yaranıb. Səthi başdan başa 4-cü dövrün çökmə suxurları ilə örtülüdür. Ən yüksək temperatur Cənub-Şərqi Şirvandadır. Ümumiyyətlə Azərbaycanda ən yüksək temperatur və bu hissədən başlayır, üzü qərbə doğru gedir və azal-azala gedir yəni. Ən çox bu hissədə Cənub-Şərqi Şirvandadır. 14-15 dərəcə Selsi. Yağıntılar da 200-400 mm arasında dəyişir. Və burada nə var? Burada milli park və qoruqlardan birinci göl deyək. Ağcabəddə Ağgöl, Ağcabəd və Beyləqan ərazisində isə Ağgöl Milli Parkı, İmişli və Sabirabad ərazisində Sarısu gölü var. Bunlar Kürün axmazıdır. Qoruq milli parklardan isə Ağgöl dediyi milli parkı var. Şirvanda Şirvan milli parkı var. Ceyranlar qorunurdu. Ağgöldə su quşları, Şirvanda ceyranlar qorunurdu. Ondan sonra görürsünüz bu qızılağac var. Qəbulun əsas ürəklərindən biri nədir? Kür Araz fiziki coğrafi rayonunda yerləşir. Qızılağac körfəzi. Bu çox vacibin vacibidir. Qızılağac körfəzi Kür Araz fiziki coğrafi rayonuna aiddir. Amma inzibati rayon olaraq isə bu Lənkəran rayonunun ərazisidir. Aydındır?
Lənkəranda, amma fiziki coğrafi rayon olaraq bu Kür çökməsində yerləşir. Daha sonra nəyə deyə bilərik burada? Ərazisində gölləri, qoruqları dedik və bu Qızıl ağacda isə təbii ki, köçəri su quşları qorunur. Sonra Kür çayının burada sol sahilində Şirvan düzü, cənub-şərqi Şirvan düzləri yerləşir. Sonra sağında isə Qarabağ düzünün bir hissəsi, Mil düzü, Muğan düzü, Səlyan düzü yerləşir. Muğan düzü demişdik ki, həm Kürün, həm də Arazın sağındadır. Mil düzü isə Kürün sağı, Arazın isə solunda idi. Daha sonra burada deməli Kür ərazidə çökmə süxurlara görə neft və təbii qaz yataqları var. Burada İmişlidə Muradxanlı, Kürdəmirdə Mollakən, Mezzoyaş neft yataqları var. Həmçinin Səlyan, Neftçala və sair rayonlarda da var. Neftçalada isə yodlu bromlu sular var. Babazənən, Mişov, Dağ kimi yodlu bromlu sular var. Daha sonra bir sıra axmaz göllər var. Ağgöldür, Ağcəbəddə, Sarısu, İmişlidə, Sabirabada da düşür. Hacı Qabul və s. Sonra Kürün axmazıdır, yəni keçmiş dərəsidir də Kürün, belə deyək. Hamısı da okean səviyyəsindən aşağıdadır. Sonra Kür ərazida əkin olmayan hissələr qış otları kimi istifadə olunur. Çünki qış yumşaq keçir, ona görə qışda heyvanlar gətirirlər. Bura yuxarı Qarabağ, Baş Muğan, Baş Mil, Əzbəv kanalları bu ərazilərdən əsas keçir, su varır. Gəlir Qazax Qarabağ fiziki coğrafi rayonu. Qazax Qarabağ artıq bir qədər üzü dağa doğru getdiyinə görə şabaldı torpaqlarda quru çöl landşaftı yaranıb. Xarici ölkəyə çıxışı var, bəli. Və ərazisində tranzit çaylar keçir. Həsənsu, Tovuz çay, Ağsafa çay kimi deməli çaylar var. Tranzitdilər. Bunlar Ermənistandan gəlir. Həsənsudur, deməli Tovuz çayıdır, Ağsafa çayıdır. Sonra kurort şəhərlərdən olan Naftalan var. Naftalanda bir yanmayan neft var idi. Yarımsəhra və qurçöl iqlimi deməli hakimdir və süxurları 4-cü dövrə aid çökmə süxurlardır. Gəncə şəhərinin, yəni Gəncə şəhəri özü Qazax Qarabağ fiziki coğrafi rayonundadır. Ona görə də orada Gəncədə deyirik yarımsəhra qurçöl iqlim tipi var. Daha sonra Kiçik Qafqazdan başlayıb Kürə tökülən çayların gətirmə konusuları buradadır. Çünki dağdan düzənliyə keçən yer olduğuna görə Kiçik Qafqazın bu şimal-şərq hissəsindən başlayan çaylar gəlib töküləcək. Deməli Şəmkir çay, Zəyəm çay, Əsrik çay, Kürək çay, Qoşqar çay, bunlar hamısı gəlib tökülür Kürə və orada gətirmə konusu yaradırlar. Kör çay qoruğu var. Burada Mingəçevirin altında demişdik ki, Mingəçevir su anbarının aşağısında Bozdağ silsiləsi var. Kür tektonik çökmə zonasına aid deyirdik və Bozdağ vardı orada. Bozdağın təbii landşaftı qorunur Göran boyda. Gəncə şəhəri də burada yerləşir. Keçirik Qanıq Xəyirçay fiziki coğrafi rayonuna. Qanıq Xəyirçay Kür çəyişliyinin yeganə mülayim isti iqlim tipində yerləşən yeridir. Demişdik qışı quraq keçən mülayim isti iqlim Qanıq Xəyirçaydadır. Daha sonra deyirik ki, ərazisində şirin qurun suları sətə yaxın yerləşdiyinə görə düzən meşələri var. Deməli, çəmən meşə torpağı olacaq burada və torpaqlarda təbii ki, də suvarma aparılır. Ümumiyyətlə, Azərbaycanın bütün düzən ərazilərində suvarma var. Sonra deməli, xarici ölkəyə çıxışı vardır, Gürcüstana, bəli, səthi 4-cü dövrün çay çökmə süxurlarıdır. Burada da gətirmə konusu çoxdur, dağdan düzənliyə keçir deyə. O daşlı parçalı sellər var deyə, Zaqatallardan başlayaq. Hamısı burada tökülür də. Yağıntıların miqdarı 600 mm arası olur. Getirik Acınohur, Ceyrançöl. Bura Ceyrançöldür, bu da Acınohurdur. Buranın əsas nə etmək lazımdır? Xarici ölkəyə çıxışı varmı? Bəli, Gürcüstana çıxır. Daha sonra Kür çəyişliyi vilayətinin ən hündür nöqtəsi burada Çoban dağı olmalıdır. Çoban dağı da var burada. Bir də Quşəncə yaylası var, 1100 metr. Ümumiyyətlə, Kür çəyişliyi vilayətinin ən hündür yeri buradır. İqlimi yarımsəhra quru çöldür. Təbii ki, torpağı da demişdik ki, Ceyrançöl Acınohurda nə var idi? Dağ çölləri. Dağ çöl olan yerdə torpaq nə olur? Tünd şabalıdır, olur. Sonra ərazisində deyirik, həm Şirin, Candar göl var, özü sərhəddə yerləşir. Kürün axmazı olub o da. Həm də Şor göl var. Qax və Şəkir rayonları arasında yerləşən Acınohur gölü var. Daha sonra burada əsas nə etmək lazımdır? Qarayazı qoruğu var. Tuğay meşələri qorunur orada. Eldar Şamı var. Samux rayonunda Eldar Şamı qorunur. Relikt və endemikdir. Eldar Şamı qorunur. Türyan çayda isə bu qəbulun rəhlərindən biri. Türyan çay qoruğu, hansı ki orada ardıc və sakız ağacı qorunur. Türyan çay hara aiddir? Ceyrançöl, Acınohur fiziki coğrafi rayonuna
Sonra arid endosyon relyef formaları var. Abşeron Qobustanda da var idi. Burada da var. Naxçıvanda da adını çəkəcəyik bunun. Ondan sonra həmçinin qış otlağı burada. Ümumiyyətlə qış otlağıdır. Çünki qış mülayim keçir, ona görə təbii yem bazası var. Tektonik mənşəli Acı Nohurda. Oradan Acı Nohur tektonikdir bu arada. Axmaz Candar gölü demişdik. Yağıntı 400-600 mm-dir Acı Nohurda. Ceyran çöldə isə lap azdır, 200-400-dür. Neogen suxurlar var Ceyran çölü Acı Nohurda demişdik. Neogen dövrünün suxurları var idi. Sonra deməli baxırıq Aşağı Arazboyu fiziki coğrafi rayonuna. Aşağı Arazboyu isə burada Cəyən, İncə, Hərəmi düzləri var. Mil-Muğan su qovşağı yerləşir. Ondan Mil kanalı başlayırdı. Torpağı boz çəməndir, təbii ki, iqlimi yarımsəhra quru çöldür. Araz çayının sahilində yerləşir və qərb hissədən Kiçik Qafqazla sərhəddir. Köndələn çayının mənsəbi burada yerləşir Füzuli rayonunda. Araz çayı üzərində Cəbrayılda Qız qalası, Xudafərin su anbarları var.